Salam uşaqlar. Bugün bir dənə çevrədən, bir dənə də trapesiyadan maraqlı iki isbat sualına baxacağıq. Demək, ilk sualımızda bir trapesiya verib, oturacaqları A və S bir-birinə paraleldir. Və A-ya, S-yə paralel bir dənə B çəkilib, B xətti çəkilib. Və bizə deyir ki, isbat edin ki, H1-i H2-yə böləndə bərabər B çıx A bölünsün C çıx B alınır. Yəni burada B çıx A və C çıx B bu oturacaqların fərqləri nəzərdə tutulur. Deməli, ilk öncə bunun birinci üsulu nədir? Birinci üsulu H-ları da sol tərəfə sürüşdürürük. Birinci üsul olaraq sağ təpədən, sağ yuxarı təpədən bir dənə paralel xətt çəkirik. Sol tərəfə bir dənə paralel xətt çəkirik sol yan tərəfə. Və çəkildikdə paralellər var. Yuxarı və aşağı da paralel olmalıdır. O zaman burada bir paraleloqram əmələ gəlmiş olurmu? Olur. Və bu uzunluq da olur, bu uzunluq da A olur. O zaman A uzunluqlarını yazdıqsa, ümumi uzunluq B-dən A-nı çıxıram. Bura olur B çıxılsın A. Yenə ümumi uzunluq C-dən A-nı çıxıram. Bura olur C çıxılsın A. Sonra isə oxşarlıq. Yəni bu üçbucaqla bu üçbucaq oxşardır. Nə edirik? Kiçik üçbucağın hündürlüyünü B çıxanı C çıxaya böləcək burada. Yəni buradan deyə bax bu bucaqlardan oxşarlıq olduğunu bilirik. İndi buradan kiçik üçbucağın hündürlüyünü böyük üçbucağın hündürlüyünə böləcək. Yəni kiçik üçbucağın hündürlüyü bölü böyük üçbucağın hündürlüyü bərabər olacaq B çıxanı C çıxaya nisbət. Yəni H1-i bölsək böyük üçbucağın hündürlüyü H1 toplansın H2-yə bərabər olmalıdır B çıx A bölünsün C çıxılsın A olacaq. Əla. Yəni təkrar edirəm. İki dənə hündürlüyü bir-birinə böldük. Yəni bu hündürlüklər H1 və H1, H2 cəmi və bu şəkildə oldu. Sonra isə bu bərabərlikləri çarpaz vururuq. C-ni H1-ə vururam. Çıx. A-nı H1-ə vururam. Bərabər. Sonra bu iki ifadəni bir-birinə vuracam. Bu iki ifadəni bir-birinə vursam B1H1 BH1 toplansın BH2 çıxılsın AH1 çıxılsın AH2. Buradan da baxırıq ki, bax çıx AH1 solda da var. Çıx AH1 sağda da var. Yəni bu çıx AH1-lər hər tərəfdən silinməlidir. İslah gedirdi. Elə bil ki, bərabərin sağ və solunda. Bunları islah apardıq. Tamam. BH1-i də sol tərəfə keçirdək. Nə olur? H1-i sol tərəfə keçirdib, sonra da ortaq çıxardırıq. Yəni BH1-i sol tərəfə keçirib ortaq çıxarsam, mötədə C çıx B qalır. Sağda bu qalan H2-ləri də ortaq çıxardaram. H2-ni ortaq çıxartsam, B çıxılsın A. Sonra da H1-i H2-yə bölsəm, H1 C çıx B-yə vurulub, düz deyil. O zaman H1-in çarpazına bir dənə C çıx B yaz. Çünki tənasübdə çarpaz vurulur. H2-nin də çarpazına H2 də görsən B çıx A-ya vurulub. Ona görə H2-nin də çarpazına B çıx A yazıram. Bu da B çıx A. Deməli H1 çıxılsın, H1 bölünsün H2, B çıx A bölünsün C çıx B oldu və məsələ isbat olunmuş oldu. İndi keçəcək ikinci üsula. İkinci üsulu izah eləyək. Bu da ikinci üsul. Demək, ikinci üsulda bu nöqtədən sol yan tərəfə, bax sol yan tərəfi görürsən. Bu sol yan tərəfə paralel bir xətt çəkirəm. Və o xətti yuxarı oturacağın uzantısı ilə bir yerdə kəsişdirəcəm. Yuxarı xəttin uzantısı ilə kəsişdirəcəm. Kəsişdirdim. Və nə olmuş oldu? Deməli, bir paraleloqram alınmış oldu. Və orta xətt, yəni ortadakı, yəni orta deməyək də ona, o xəttin B olduğunu görürsə, paralel xəttin, o paraleloqramın yuxarı və aşağı oturacaqları olur B. İndi o uzunluq B-dir ümumi, bir də A. O zaman mən bu qırmızı isə B-dən A çıxılsın deməkdir, deyirəm.
Sonra da burada ümumi uzunluq S-dir. Bütün uzunluq S. Bu hissə isə B-dir. O zaman bu sağdakı hissə, bu xətt qırmızı xəttlədiyim hissə ümumi uzunluq S-dən B-nin çıxılması olur. Çünki S, bax bu uzunluq S idi o səbəbdən. Sonra burada 2 dənə oxşar üçbucaqlar almış oluruqmu? Oluruq. İndi B-ləri silək, biraz rahat olsun məsələ. Aha, 2 dənə oxşar üçbucaq. Burada yəni hardan biləcəm o oxşarlığını? Tərəflər paralel, çarpaz bucaqlar. Burada da belə bir çarpaz bucaqlar. Deyirəm ki, demək bu iki üçbucaq oxşardır. Belə ştrix işarəsi də qoyaq. Bəli, bu iki üçbucaq oxşardır. Bu iki üçbucaq oxşardırsa, bunların hündürlükləri nisbətinə baxmalıyam. Demək H1-in H2-yə nisbəti, yəni burada H1, yəni digərində H2, deyə orada solda qeyd eləmişik. H1-in H2-yə nisbəti bərabər olacaq B çıxanın S çıx B-yə nisbətinə. Vəssalam. İkinci üsulda bu şəkildə isbat olunmuş olur. İndi keçəcəyik başqa bir məsələyə. Çevrə məsələsinə keçəcəyik. Deməli, 3 dənə çevrə var. Və bu 3 dənə çevrə bir-birinə xaricdən toxunub. Və isbat olunmalı olan şey budur. Bir-birinə xaricdən toxunub bu 3 dənə çevrə. Yəni, necə toxunublar? Yəni, bax, bu nöqtələrlə hər üçü bir-birinə cüt-cüt xaricdən toxunur. Və bu da isbat olunsun, deyilir bizə şərtdə. İndi biz bunu yazmazdan əvvəl bir şey xatırlamalıyıq. Köhnə bir isbat videosunu. Hansı isbat videosunu xatırlayacaq? İsbat 16 videosunu xatırlayacaq. İsbat 16-da bir çevrə qaydasından danışmışdıq. Amma isbatı üçün isbat 16 videosunu açıb baxacaqsınız. Amma qaydanın özətini keçə bilərik. Qayda belə idi ki, 2 dənə çevrənin ortaq toxunanı var idisə, yəni xaricdən toxunan 2 çevrənin ortaq toxunanı var idisə, o toxunanların toxunma nöqtələri arasındakı məsafə 2 kök altında R1, R2 olurdu. Bu qaydanın yenə isbatına baxmaq istəyiriksə, isbat 16 videosuna geri dönməliyik. Bunu sildik. İndi bax, eyni qayda burada da keçərli olacaq. Birincisi, bu çevrə ilə bu balaca çevrəyə baxaq. R1 ilə R2-də radiuslar. Demək, toxunma nöqtələri arasındakı, bax, bu toxunma nöqtələri arasındakı məsafə nə olacaq? Olacaq 2 kök altında R1, R2. Tamam. İndi balaca çevrə ilə sağdakı böyük çevrəyə baxaq. Bunların toxunma nöqtələri, bu iki çevrənin toxunma nöqtələri arasındakı məsafə olacaq nə? Baxaq, nə olacaq? 2 kök altında R2, R3. İndi 2 dənə böyük çevrəyə baxaq. 2 dənə böyük çevrənin, bax, bu iki böyük çevrənin toxunma nöqtələri arasındakı məsafə, yəni qırıq-qırıqla aşağıdan göstərək. Bax, bu məsafə isə olacaq 2 kök altında R1, R3. Silək bunu. R1, R3. İndi baxaq farsaya. Yəni, şəklin burasına diqqət. Şəklin burasına diqqət. Demək deyir ki, bununla bu toplananda və bu ikisi toplananda bu alınır. Adi bildiyimiz parça qaydası. Yəni, həndəsə sanlaşdan keçmişik. 2 dənə daxildəki parçanı toplayacaq, ümumi parça alınacaq. O zaman nə yazırıq? 2 kök altında R1, R2 topla, biraz sürətli yazaq. 2 kök altında R2, R3 bərabər olmuş olur 2 kök altında R1, R3. Və yerindəcə bu bərabərin hər tərəfini 2-yə bölək. Yəni, ayrıca yazmayayım, elə silgi ilə bu ikiləri silsəm kifayət edir. Aha. Sonra isə bərabərliyin hər tərəfini bölək kök altında R1, R2, R3-ə. Bölsək, bərabərin hər tərəfini R1, R2, R3-ə bölək. Bu hissəni R1, R2, R3-ə bölsəm, nə qalır? 1 böl kök altında R3. Topla,
1 böl kök altında R1 bərabər bu ifadəni də bölsək 1 böl kök altında R2. Yəni 1 böl kök altında R3 bərabər 1 böl kök altında R1 bərabər 1 böl kök altında R2. Axırıncı kəsr xətti nəyə çəkdik ki, o da kök işarəsinə oxşadı. Belə və bərabərlik isbat olunmuş olurmu? Baxaq. 1 böl kök altında R2, R1, R3-ün cəmi. Burada da 1 böl kök altında R2 bərabərdir 1 böl kök altında R1, kök altında R3. Bəli, bu məsələ də isbat olunmuş oldu. Növbəti videolarda daha maraqlı məsələləri isbat edəcəyik. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun, izləmədə qalın.